Salam, hörmətli izləyicilər, əziz xalqım. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Özəl İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərim qeyd edim ki, ən gözəl bir günümüz gəlir. 8 noyabr Azərbaycan xalqının tarixində ən zəfərli bir gün, bir gözəl bir qələbə bayramı, qələbə sevinci. 8 noyabr, bəli, doğrudan da Cənab Prezidentimizin sərəncamı ilə, yəni qələbə günü kimi qeyd olunur hər il Zəfər bayramı. 44 günlük müharibədə bizim Ali Baş Komandanımız Cənab Prezidentimiz İlham Əliyevin böyük siyasəti, onun belə deyək ki, müasir avadanlıqla təsis etdiyi ordusunun gücü ilə Qarabağımız bizə qayıtdı. Bəli, şəhidlərimizin qanı bahasına. Bugün xalqımız doğrudan həmişə 8 noyabrı artıq neçə ildir qeyd edir, sevinç hissi ilə. Çünki Qarabağımız 30 il erməni əsarət altında qaldı, işğalında qaldı. Və bu 30 ilə qədər bir çox danışıqlar, bir çox siyasi gedişat olsa da nəticə etibarı ilə yəni öz həllini tapa bilmədi. Lakin Cənab Prezidentimizin bəli, böyük uğuru, siyasəti bu məsələni həll etdi. Qarabağımız artıq bizimdir. Xalqımız sevinir. Artıq Qarabağda bilirsiniz ki, böyük işlər gedir, qayıdışlar gedir. İnsanlar ora qayıdır. Bizim oradan gələn məcburi köçkünlərimiz öz doğma elinə, obasına qayıdır. Biz də xalq olaraq sevinirik, çox şadıq. Həmişə xalqımız bu günü qeyd edəcək bayram kimi. Mən buradan bütün şəhid ailələrinə səbir diləyirəm, şəhidlərin yaxınlarına, qazilərimizə Allahdan şəfa diləyirəm. Veteranlarımıza Allah can sağlığı versin. Çünki qələbənin sonuna qədər veteranlarımız oldu, bayraqlarımızı astı həmin azad olmuş yerlərdən. Ona görə bu günlərim biz ən başda doğrudan da Cənab Prezidentimizə borçluyuq, Ali Baş Komandanımıza. Çünki Cənab Prezidentimizin bugünkü siyasəti də Azərbaycanı dünyada tanınır. Azərbaycan dünyada nüfuzlu bir dövlət kimi tanınır. Bütün bunlar hamısı bizim Cənab Prezidentimiz İlham Əliyevin böyük siyasətinin nəticəsidir. Mən bütün xalqımızı təbrik edirəm. Bütün belə deyək, şəhid ailələrini, qazilərimizi, veteranlarımızı təbrik edirəm. Bu gözəl, sevincli qələbə bayramı münasibətilə Allah xalqımızı qorusun, Allah prezidentimizi qorusun, ailəsini qorusun. Biz də bir xalq olaraq birləşməliyik Cənab Prezidentin ətrafında. Bir dəmir yumruq kimi daima prezidentimizlə bir olmalıyıq. Əziz xalqım, Zəfər bayramınız mübarək olsun. Diqqətiniz üçün təşəkkür edirəm.